Hara gizlənəcəksən? Qadınlar belə porno saytlara baxırlar. Ruh həzz vaxtı. Ailənin içində hamı bir-birinə yatağa girir. 45 yaşında qadın pasiyentim oldu ki, bilmir masturbasiya nədir. Pornografiya baxan kişi də fikir ki, mən yoldaşımla bunu eləyə bilmərəm, mən bunu gedib pul verib, bədənini pula satın qadınla eləyəcəm. Masturbasiya olmadan nə oğlan, nə qız, onda həmin o onkologiyaya yaradan genlər daha aktivləşir. Pozğunluq niyə artır? Çünki ailə daxilində cinsi tələbatı tam ödəyəcək cinsi savadımız yoxdur. Vicdanı pula satan mütəxəssislər də var. Cinsi zəiflik olan kişini məhz müəyyən bu işi bilən xanımın yanına yollayırlar. Qadın cinsi həvəsi olmaması, soyuqluğu varsa, bu birbaşa gəlin qaynana çalışın bir evdə yaşamıyor. Niyə onu izləyirsən deməli, səndə də gizlin homoseksuallıq və başqa şeylər var. Sən yalancı, üzdə ziyalısan. Və sənin yedirtdiyin uşağın beyni gedir o TikTokda özünü tapır. Bu yalancı xoşbəxtlik verir, həqiqi xoşbəxtlik verilmiş. Salam hörmətli tamaşaçılar, bizim bucaqdasınız. Bizim bucağın bugünkü qonağı həkim, psixoterapevt, klinik psixoloq Əli Nağıyevdir. Xoş gördük sizi. Salam qızım. Əli bəy, dərmanlar nevrozları sağalda bilirmi, yoxsa sadəcə müvəqqəti təsir göstərir? Yaxşı sual verirsiniz. Biz nevroz müasir dildə psixopozuntu deməkdir. Yəni nevrotik psixopozuntu deyə bilərik. Nevroz nədir? Nevroz odur ki, mən narahatam və narahat olduğumu da bilirəm. Nevrozun məsələn şizofreniyadan fərqi odur. Şizofreniyada öz narahatlığından pasiyent xəbərdar olmur çox vaxt. Amma nevroz xəstəsi deyir ki, mən narahatam və narahat olduğumu da bilirəm. Nevroz xəstəsini dərmanlar niyə sağaltmır? Nevroz dediyimiz psixopozuntu növləri, məsələn, təşvişli pozuntudur, depressiyadır və s. bunlar hansısa düşüncə səbəbindən yaranır. Düşüncəmin quruluşundan yaranır. Əgər düşüncəm düzəlməsə, o halım düzəlməyəcək. Düşüncə keçmişdə emosiyalara ilişib qalırsa, o yanlış patern deyirik biz. Fikir və hissiyat əlaqələri təmizlənmirsə, hisslərimizlə keçmişdə yaşayırıqsa, vəssalam, o dərmanlar onu ancaq söndürəcək, sağaltmayacaq. Mənim düşüncəm dəyişməlidir. Mən bunun üzərində işləməliyəm. Düzdür, biz tənbəlikdə düşüncəmizi dəyişmək üçün iş lazımdır, psixoterapiya lazımdır. İşləməliyəm, düzəltməliyəm və dərmandan asılı olmamalıyam. Amma bizdə necədir? Bizə gəlirlər nevroloq və psixiatr, dəyərli kolleqalarım yazırlar. Resepti və illərlə, 2 il, 3 il, 6 il, 10 il xəstəni buraxmırlar. Pasiyenti ki, getsin, klinik psixologiyada keçsin, düşüncələrini dəyişsin. Dərman düşüncəmizi dəyişərmi? Dəyişməz. Demək ki, dərman nevrozu sağaltmaz. Dərman biznesinin əsrinə çevrilir, belə deyək. Və bir çox hallarda da, baxın, vicdanı pula satan mütəxəssislər də var. Onlar bir də görürsünüz, dərmanı pul əvəzi yazırlar. Bilirsiniz demək istəyirəm, elə pasiyenti həkim buraxarmı? Demirəm hamısı elə də. Amma illərlə dərman yazırlar pasiyentə, demirlər bir dəfə get psixoloqa, bunu vurğulayaq. Düşüncən dəyişməsə, dərman sənin nevrozunu sağaltmaz. Yüngülləşdirərmi? Hə, yüngülləşdirər. Özünü sağalmış kimi hiss eləyərsən, hə, bir müddət hə. Dərmanı dayandırdın, yenidən quyuya düşəcəksən. İnsanların dərman biznesinin əsiri olmasının səbəbi nədir, doktor? Bu, yenə deyirəm, bu dərman biznesi dünyada hər yerdə, dünya hər yerində maraqlıdır ki, dərman satsın. Təbii dərman istəsələr ki, satsın da. Dünya hər yerində elədir. Bu halda vicdanlı həkim lazımdır ki, artıq dərman, lazımsız dərman yazmasın və illərlə xəstənin dərmana kobud desək otuzdurmasın. Bu dərman biznesində, yenə deyirəm qızım, bir şey bir nəfər istehsal etsin, o satmalıdır. Necə satacaq? Dərman biznesi elə ki, xəstəyə satılmalıdır axı. Deməli, xəstə sayı çox olmalıdır və ya diaqnoz sayı çox olmalıdır. Məsələn, bugün psixiatriya diaqnozların sayı əvvəlkindən 10 dəfə artıb təxminən. Bir 20 il əvvələ baxsaq, çox artıb. Diaqnozun sayı artanda dərman növlərinin sayını artırmaq potensialı və imkanıdır. Məndə bir şübhə yaranır. Görəsən, dərman şirkətləri, böyük dünya miqyaslı dərman şirkətləri həmin o psixiatriya alimlərini maliyyələşdirmirlər ki, onlar diaqnozu artırsınlar. Ki, dərmanların sayı daha çox sata bilək. Doktor, bəs insanlar niyə daha çox dərmana inanır? Psixoloqa çünki getməkdən öz üzərində işləmək istəmir. Çünki beyində inanclar kompleksindən ibarətdir. İnsanlar şəxsiyyəti də o inanclardan qururlar, həyatlarını inancla yaşayırlar, düşünmək istəmirlər qızım. Bu bəla həmişə olubdur. Düşünmək istəyən insanların faizi həmişə 2-10% arası təxmini olur. Qalan insanlar onlara öyrədilən inanclarla yaşayırlar və inancların üzərində işləmək ağır prosesdir. Məsələn, mən necə başa düşüm, dərk edeyim ki, mən atamın sözündən çıxa da bilərəm. Amma mənə öyrədilər ki, atamın sözündən çıxmaq olmaz. Mən necə anlayıram ki, mən boşana bilərəm. Axı mənə öyrədilər ki, boşanmaq faciədir. Bu inancları dəyişmək istəməyən nevrozun sağalda bilməz təbii ki. Bədən ağrıları bəzi xəstəliklərin psixoloji kökləri ola bilərmi?
Dəfələrcə bunu izah eləmişəm, müxtəlif çıxışlarda demişəm. Bütün bədən xəstəliklərinin əsasında psixologiya durur, yatır. Durur yox, yatır deyək bazısında. Bütün xəstəlikləri trigger, yəni işə salan psixoloji böhrandır. Psixoemosional böhrandır və ağır psixi durumdur. Məsələn, bütün əzələ, bütün növ xroniki əzələ ağrıları, miofascial sindrom adı altında gizlənən fibromiyalgiya deyirlər, olsun. Hamısı təşviş əsaslı nevrozlardan doğur. Yəni mən qorxu içindəyəm, təşviş içindəyəm, əzələm gərgindir, əzələ daim gərgin qalır. Masaj eləyirsən, biraz sakitləşirsən, sonra yenə qulunc ağrıyır, qulunc tutur. Bunlar hamısı nədir? Sənin təşvişin var. Boynun ağrıyır, təşvişin var. Boynun sol tərəfi ağrıyır, qorxuların var. Başın ağrıyır, gərginliyin var, təşvişin var, depressiyan var, həyatdan küskünlüyün var. Yəni bu ağrılar xroniki əzələ ağrıları. Digər xəstəliklər götürsək, autoimmun xəstəlikləri götürsək, başda Hashimoto zobu dediyimiz autoimmun tiroidit olmaqla bütün autoimmun xəstəliklər, sistemli qırmızı quruluş eşiyinə qədər altında nə yatır? Özünə qarşı aqressiya, kimisə cavabını verə bilməmək, özünü bəyənməmək, obsessiv fikirlər kimi və belə hallar yatır. Gəlsək istənilən ürək qan damar xəstəlikləri, fikir verin. İnsanın ürəyi ateroskleroz düyünləri var, amma nə baş verir? Bir gün həyəcan, bəlkə həyəcan və qorxu keçirir, ürəyində damar artıq tutulmağa doğru gedir. Bax, qorxuda nə olur? Adrenalin qana çıxır və damar daralır. Damarlar daralır, hər gün adrenalin, bir gün adrenalin keçir artıq digər hormonlara, kortizollar başlayır qanda. O da bədənə su yığır və yenə damar bir dəfə də daralan kimi ürək damar tutulur və infarkt keçirir. Və 48 yaşında, 50 yaşında, 45 yaşında, 35 yaşında ölən insanlar idman zalında ölürlər. Yəni psixoemosional faktor bütün xəstəliklərin əsasında durur. Geniş danışma olar bu barədə. Hətta travmalar. Adam eyni yerdən ayağı burxulur həmişə. Doktor, bəzən elə insan olur ki, günlərlə yatır, amma özünü yenə də yuxusuz kimi hiss edir. Bunlar sırf psixi problemlərdir. Məsəl üçün, təşvişli insan yuxudan doymaya bilər, narahat yuxusu ola bilər, depressiyalı insanın yuxusu pozula bilər. Bunlar psixi səbəblidir tam. Stress və emosional vəziyyətin onkoloji xəstəliklərin yaranmasında rolu nə qədərdir? Yox, onkologiya polietioloji deyirik həkimlər. Çoxlu səbəbləri var, amma işi mexanizmi üzə çıxardan psixologiyadır. Məsələn, anada yumurtalıq xərçəngi var. Qızında genetik meyl olsa da yoxdur. Anada söz vərsi xərçəngi əmələ gəlir, qızında əmələ gəlmir. Ya anada yoxdur, qızında əmələ gəlir, üzə çıxır. Genlərdə bu xərçəng var idi. Amma üzə çıxması işini psixologiya görür. Və aparılan statistik tədqiqatlar göstərib ki, deməli, onkoloji xəstələrin çox hissəsində illər boyu ürəyində gəzdirdiyi umuküsü, inciklik var. Məyusluq və inciklik. Onda həmin onkologiya yaradan genlər daha aktivləşir. Bədən özünü qoruya bilmir, sanki immunitet aşağı düşür. Bu mənada onkologiyanın üzə çıxmağına təkan verən bizim psixoemosional tərəfimizdir, psixikamızdır. Demək ki, xərçəngin psixoloji olaraq insan faktoru... Yəni, xərçəng müalicəsi də mütləq psixoterapiya, onkoloji psixologiya vacibdir. Doktor, kişilərdə cinsi zəiflik, qadınlarda soyuqluq. Bu psixoloji səbəblərlə bağlıdırmı? Deməli, baxın, faciədir bizdə bu. Kişilər illərlə androloq adı adlandırılan, əslində rəsmi ixtisas deyil andrologiya. Uroloq kimi mütəxəssislərə gedirlər illərlə, urologiya da cərrahi ixtisasdır. Məndə kişi cinsi zəifliyi var. Bunu uroloq və ya androloq müalicə eləyəcək. Mən bunu bütün məsuliyyətimlə elan eləmək istəyirəm, iddia etmək istəyirəm. Həkim kolleqalar, doktorluq oxuyanlar da bunu dəqiq bilirlər əslində. Ümumiyyətlə, cinsi zəiflik ki var kişilərdə. Əgər kişilərdə ağır orqanik xəstəlik yoxdursa, ağır şəkərli diabet yoxdursa, yaş 60-dır şəkəri var. Əgər kişilərdə belində cinsiyyət, aralıq nahiyyə sinirlərini sıxan bir yırtıq, bir travma yoxdursa, onda onun ereksiyasının pozulması, cinsi aktivliyinin, cinsi gücünün aşağı düşməsi məhz psixolojidir. Çünki orada başqa səbəb yoxdur. Əgər bir də beyin şişləri var xüsusi, onlar da yoxdursa, yəni orqanik səbəb çox azdır və bunların fikir verirsə heç biri uroloqun xəstəsi deyil. Düzdürmü? Kişi cinsi zəifliyinin 90% kişilərdə təşvişdir, təşviş. Yəni səbəbi bilinməyən qorxular, özgüvənsizlik, uğursuzluq sindromu. Kişidə bir dəfə, iki dəfə alınmayana belə bir ki, həmişə alınmalıdır da, bunda həmişə cinsi həyata alınmalıdır. Bir dəfə, iki dəfə alınmaya bilər, məsələn, 35 yaşdan sonra. Kişi bunu özünə dərd eləyir, qadınına deyə bilmir. Qadınlarımız da ki, çoxu cinsi savadsızlıq girdabındadılar deyə. Qadınına açıq deyə bilmir ki, mənə kömək elə, mən bunu bərpa eləyim. Məsələn, bəzi ölkələrdə seks terapiya var, bəzi, Avropa ölkələrində. Cinsi zəiflik olan kişini müəyyən bu işi bilən xanımın yanına yollayırlar. Psixoterapevtlərin belə ünsiyyətləri var ki, xanıma zəng edir ki, müəyyən adama kömək elə, cinsi həyatına qayıtsın.
Bu bizdə təbii mentallığımız uyğun deyil. Mən demirəm bu bizdə olsun. Bizdə öz xanımlarımızın cinsi savadı olsun. Onun cütü var, sevgilisi, yarı, həyat yoldaşı. Yəni kişi cinsi zəifliyi çoxunda təşviş durur. Ya cinsi həyat üzərindən qorxu keçirir ki, alınmadı demək heç vaxt alınmayacaq. Və yaxud da ikinci məsələ var. İnsan başqa bir mənada qorxu və təşviş keçirir, o cinsi həyata da təsir edir. Ya erkən boşalma, ya da ki, cinsi həyatın zəifləməsi. Ona görə bu tam psixi problemdir və bizdə müalicə almalıdır. Bizdə deyəndə klinik psixoloqlarda. O birbaşa soyuqluq. Danışdıq, biraz da qadınlardan. Qadınlarda soyuqluq, anorqazmiya, frigidlik deyə müxtəlif terminlər var. Qadın cinsi həvəsinin olmaması var, bir də cinsi həyatda həzz ala bilməməsi var. Bunlar ayrı-ayrı mövzulardır. Qadın cinsi həvəsi olmaması, soyuqluğu varsa, bu birbaşa kişinin onun qəlbinə dəyməsinə görədir. Qadın da kişidə sevgi anlayışında fərq var. İzah eləcə maraqlı olsa sizə sevgi mövzusunda. Qadının sevgisi emosiya üzərindəndir. Emosiya, yəni sevgi hissi, nə bilim, bəyənmə hissi, sevinç, xoşbəxtlik hissləri üzərindən qadında cinsi həvəs yarana bilir. Qadın cinsi həyatı əsas deyil. Qadında seksin özü yox, məhz emosiya, hisslər əsasdır. Və qadının xəttinə dəyərsə, kişi təbii o gecə qadın cinsi əlaqə istəməyəcək və getdikcə soyuyacaq bu insanla, konkret bu insanla cinsi əlaqədən və ümumiyyətlə ola bilsin ki, bu qadın ancaq bir kişi ərə getmək haqqında proqram var, beynində ki, başqa kişi həyatında ola bilməz. Deməli, ümumiyyətlə cinsi həyata maraq, həvəs öləcək. Və ikinci soyuqluq səbəbi, o da nədir? Kişi, qadınların anorqazmiya, qadın orqazm, cinsi həzz hiss etmir. Qadın cinsi həzz hiss etməməsində səbəblər içində birinci yerdə durur qadının cinsi mövzularda savadsızlığı. Yəni, məsəl üçün, yeniyetmə dönəmində masturbasiya, qızların və oğlanların özünün cinsi təmin etməsi normal, fizioloji haldır. Həkimlər bunu bilirlər, amma demirlər, demək lazımdır. Masturbasiya olmadan nə oğlan, nə qız özünü cinsi cəhətdən tanıya bilməz. Sonradan nə bilirsən ki, sənin partnyorun sənin cinsi həvəsini tanıyacaq və s. və ilə axır. Bunu bilmədiyi üçün qadın cinsi savadsızlıq və masturbasiya etmir. Mən 45 yaşında qadın pasiyentim oldu ki, bilmir masturbasiya nədir. Adam bundan xəbəri yoxdur və cinsi həzzi bilməyən qadın təbii ki, cinsi həyata soyuyacaq. Ona görə burada səbəblər var. İkisi də psixolojidir, psixi səbəblərdir və cinsi maarifçiliyin olmaması. Demirəm ki, bunu biz geniş təbliğ etməliyik. Qadınlar gedib qadınlardan, savadlı qadınlardan, ginekoloqlardan və s. öyrənsinlər bu barədə. Doktor, cütlüklər olur ki, illərin evli cütlüklərdir. Onlar seksual olaraq bir-birlərini tanımırlar. Və onlar ailə olurlar, onlardan yaxın bir-birinə kim olmalıdır ki? Kişi gedir, cinsi ehtiyacların barədə hər hansı bir qadınla ödür. Onun elə istəkləri var ki, onu qadından istəyə bilmir. Yəni, bu arada olan məsafə nədən qaynaqlanır cütlüklər arasında? Baxın, bizim mentallığımızda bir gözəl bir namus anlayışı var. Amma nədənsə bu namus anlayışında lazımsız girinti çıxıntılarımız da var. O cümlədən qadın və kişi, məsələn, ailədirlərsə, sevib ailə qurublarsa, bunların cinsi həyatının heç kimə dəxli yoxdur, yalnız özlərinə dəxli var. Və beyinlərində mentallıq var ki, yox, mən yoldaşımla bunu eləyə bilmərəm, mən bunu gedib pul verib, bədənini pula satın qadınla eləyəcəm. Təbii, qadın da bu barədə oxuyub, bunu istəyir. Kişi də buna yol vermir, ümumiyyətlə üstünü vurmur. Və əksinə, qadın deyir ki, tərbiyəli qadın heç belə şey eləyər, bunu belə öyrədilər. Cinsi savad yox, sıfır və sevgilisi ilə, yoldaşı ilə hətta sevgi üzərindən birləşiblər, amma yenə cinsi həyata qarşı özünün inançları var ki, bu olar, bu olmaz. Təbii kişi də, bunu porno filmə baxır bütün kişilər. Pornografiya baxmayan kişi mən tanımıram demək olar ki. Və pornografiya baxan kişi də fikirləşir ki, mən bu həvəslərimi də həyata keçirməliyəm. Bu fantaziyalarım var mənim. Bunu qadınla deyə bilmir axı. Dırnaq arası və həqiqi namus ayrı, dırnaq arası namus ayrı. Mən bunu qadınıma açıq deyə bilmərəm. Yalançı fikirlər var, inanclar var və gedir. Təbii ki, bu da pozğun qadın sayını artırır. Belə şey, bazarda tələbat varsa, pozğunluğun da sayı artacaq. Pozğunluq niyə artır? Çünki ailə daxilində cinsi tələbatı tam ödəyəcək cinsi savadımız yoxdur. Dövrümüzün əsas bəlalarından biri də ailə daxili münaqişələrdir. Doktor, bunlar nədən qaynaqlanır? Səbəblər nədir? Ailə daxili münaqişələrin qızım səbəbi çoxdur. Birinci növbədə ailə anlayışı yox, sevgi və doğmalıq anlayışı öndə olmalıdır. Məsələn, necə ki, dini icmalarda bəzən ibadət anlayışı, dini, yəni ayinlərin icrası anlayışı ötüb keçib Allaha olan münasibəti. Dini ayinin icrası Allahdan daha vacib bir hökmə keçibsə, eləcə də ailələrdə ailə sözü sevgidən önə keçib. Ailənin mahiyyəti nə olmalıdır qızım? Necə ki, dinin mahiyyətində Allah sevgisi olmalıdır, ailənin mahiyyətində sevgi olmalıdır. Bu sevgidən daha üstün olan ailə quruluşu sözü varsa, ailə dəyəri və s. olsun ailə dəyəri. Amma ailənin birinci dəyəri nədir? Sevgidir. Ailə sözü deyil dəyər. İçindəki sevgi və doğmalıqdır dəyər. Deməli, dağılmanın birinci səbəbi nədir? Ailələr şərti olaraq ailə xətrinə qurulur. Oğlumu evləndireyim, vaxtı çatıb, qızım ələ getsin, vaxtı çatıb. Qızımın başını bağlayayım ki, namusunu getsin, əri çəksin.
Yəni xüsusilə bəzi bölgələrdə bu dəhşətli səviyyədədir. Qohum evlilikləri ki, pulum qırağa çıxmasın, yaxşı ki, bunu qanuna qadağan edilər. Xaloğlu, əmoğlu pul qırağa çıxmasın, nəslimizdə qalsın, kökümüzdə qalsın. Öz çörəyimi Çörəyimi özüm yesin bu şəkildə və bu məsələlər birinci ailə dağılma səbəbi. İnsanlar ayıqdır. İndi Pandora qutusu açılıb. Pandoranın yeşiyi açılıb. Bütün mənfiliklər üzdədir. Sosial şəbəkələr var. Hara gizlənəcəksən? Qadınlar belə porno saytlara baxırlar, hamısı gizlindən. Çoxu, hamısını deməyək, doğru olmaz. Qadınların belə çoxu porno saytlara baxdığı əsrdə yaşayırıqsa, ki mən pasientlərlə işte bunu görürəm, sezirəm, danışırlar. Belə bir əsrdə bir gün ayılır qadın da kişi də ki, mən düzgün həyat yaşamıram. Bu nədir ailə xətrinə ailə? Münasibət yox, sevgi yox, sığal yox, nəvaziş yox. Ailə dağılır. Doktor, elə ailə... Bu birinci bazı səbəbdir. Digər səbəblər də var təbii. Sevən insanların da ailəsi dağıla bilər. O ayrı mövzudur. Əli bəy, elə ailə-daxili münasibətlərdən danışmışkən əsas mövzulardan biri də gəlin-qaynana münasibətlərdir. Bunun kökündə hansı psixoloji səbəblər dayanır? Bunun kökünə dayanır. İki qadın bir mətbəxdə, bir ayaq yolunda, bir hamamda ola bilməz. Mümkün deyil ola uzun müddət. İki qadın bir mətbəx, bir hamam yolunda, ayaq yolunda uzun müddət dolana bilsinlər. Onlardan biri və ya hər ikisi ruhən o qədər yetkin olmalıdır ki, müdrik olmalıdır, mərhəmətli olmalıdır. O unitazın içində qalmış ifrazat qalıqlarına fikir verməməlidir. Qaynanam ayaq yoluna gedəndən sonra orada nəsə qalıb. Ya qaynana gəlinimin tükləri qalıb burada hamamda. Və yaxud mətbəxdə mən bunu bura qoymuşdum, qızım gətirdi, gəlinim gətirdi, başqa yerə qoydu. Qadınlar bunu fikir verməməyə öyrənsələr, bu da böyük müdriklik tələb edir. Təəssüf ki, çoxlarında yoxdur. Təbii ki, bir evin içində eyni sanitar qovşaqda və eyni mətbəxdə iki qadın mümkün deyil bir yerdə olsunlar. Yəni, buradan düzənin fərqi buradan görünür. İkinci, oğlunu bölə bilmir bəzi analar, narsistik analar, oğlunu doğub qutara bilməyib hələ. Oğluşum deyib bəlkə yapışıb ondan və onun yatağına belə qısqanır öz gəlini ilə. Bu çox dəhşətli və ayrıca psixoloji bir psixi faciədir əslində. Bir çox belə səbəblər var ki, ona görə mən hökm olaraq demişim ki, gəlin qaynana çalışın bir evdə yaşamayın. Əgər ruhən yetkin deyilsinizsə, qəti bir evdə yaşamaq olmaz. Doktor, bəs bu münasibətləri sağlam saxlamağın yolları nədir? Ruhi bilik əldə etmək. Bu da hər adamın qismət deyil. Ruhi bilik nədir? Allahı və özünü yaxşı tanıyacaqsın. Niyə bu qaynana ilə rastlaşmışam? Niyə bir evin içində yaşamağa məcburam deyə karma qanunu yaxşı biləcəksən. Və yaşamağa məcburamı qanunu yaxşı biləcəksən. Məcbur deyilsənsə yaşamayacaqsın. Niyə mən bu ailədəyəm? Bunu özüm mü seçmişəm? Karmadımı, qədərdimi? Bunları biləcəksən. Bunlar hamısı ruhi bilikdir qızım. Ruhi bilik biraz mürəkkəb və dərin mövzudur. Nə vaxtsa gələcək müsahibələrdə mövzuya toxunarıq təbii ki. Ümumiyyətlə ruhi bilik o vacib məsələdir. Bütün nevrozların əsası nədir? Qorxu və məyusluq. Bu da istəsəz ayrıca danışarıq. Qorxu və məyusluq yaradan şey Allahı və özünü tanımamaqdır. Özünü ruhi bilik içində, ruhi varlıq kimi bilən, əbədi həyatı olduğunu bilən, Allahın ətəyindən tutmağı bacaran, özünü Allahın parçası kimi bilən, Allahın ünsiyyəti, həzz və sevgi içində qura bilən bir ruhi varlıq nə qorxmayacaq, nə məyus olmayacaq. Onda da nevroz və digər problemlər olmayacaq. Doktor, mənə maraqlı olan bir sual var. İnsanlar bəzən həyatda bir çox şeyləri atırlar qismətin üstünə. Həqiqətən qismət varmı, yoxsa hər şey insanın ağıl və iradəsindən asılıdır? Qismət o, ümumiyyətlə, özünün qazandığındır. Qızım, qismət var, bu həyatda qazanmısan, amma sən qazanmısan. Sən seçmisən. Qismət var, bundan qabaqki həyatlarımız da var bizim. Yəni, bu dərin ruhi bilik mövzusudur. Karma və reinkarnasiya mövzusudur. Bu hinduizm deyil, bu məntiqdir və bu məntiqi mən istənilən kəsə, arzu edən kəsə ayrıca paylaşa bilərəm. Sənin hər şeyi özün, bütün negativləri özün qazanmısan. Amma bütün yaxşılıqları Allah verib. Maraqlıdır. Yəni, karma dediyin o qədərində, qismətində nə ki pislik var, hamısını sən qazanmısan, ruh olaraq. Doktor, axı, mən bundan qabaqki həyatımı xatırlamıram. Xatırlamasan da sən qazanmısan. Mən tutaq ki, Range Rover varım idisə, düşmüşəm, minmişəm, indi də tutaq ki, Porsche Cayenne, misal üçün. Range Roverdə etdiyim, kameraya düşdüklərim yadından çıxsa da, o gəlir axı mənim vəsiqəmə o şeylər, cərimələr. O cərimələri maşın ödür, ya mən ödəyirəm. Əlbəttə, sizə də. Demək, ruh bədəni maşın kimi dəyişsə də, cəriməni ruh ödəyir, yeni maşına minsə də. Ona görə keçmiş həyatdan qazandıqlarım bu həyatda qabağa çıxsa da bunu sən qazanmısan. Biz necə eləyə bilərik ki, keçmişimiz bizi izləməsin? Yenə də ruhi bilikdir. Karmanı təmizləmək üçün kompüterin proqramisti var axı. Bu oyun kompüter proqramıdır. O proqramist, yəni Rəbbül aləmi tanıyacaqsan, ondan xahiş edəcəksən, o təmizləyəcək. Sən şəxsən təmizləyəməzsən, proqramist təmizləyə bilər. O tövbəkarlıq mövzusudur. Bu qələti eləmişəm, anlayıram, bir də eləməmək istəyirəm. Allahım, mənə kömək elə. Onda sənin karman təmizlənir və yeni günah yığmasan, qismətin təmizlənə bilər. Biz bu məktəbi keçirik, bu ruhi bilik məktəbimizdir bizim. Biz bunu, yenə deyirəm, ayda bir dəfə, 2 aydan bir eləyirik. 9 nəfər insan üçün eləyirik. Bu ayrıca, bu barədə elan veririk ayrıca. Əli bəy, əsas mövzulardan biri də indiki gəncliyin bəlası olan narkomaniya ilə bağlıdır. Narkotika yeniyetmələrin meyl etməsinin səbəbi nədir?
Bugün biz hər bir mövzudan geniş danışmasaq da pəncərələr açdıq. Mən düşünürəm ki, bu bir toxum olar və gələcək müsahibələrdə hər bir mövzu haqqında geniş danışarıq. Amma narkomaniya dərman asıllığıdır, kimyəvi asıllıqdır. Bugün asıllıq sözü deyirlər. Narkomaniya, alkoqolizm yox, asıllıq. Narkotik asıllığı, spirtli içki asıllığı. Nədir bu asıllıq? Ruh həzz axtarır. Bax, qısa mahiyyətini deyirəm sizə. Hər bir ruh həzz və rahatlıq axtarır. İnsan narahat olanda, bir çıxış yolu tapmayanda, sevgi almayanda, mənliyini təsdiq edə bilməyəndə narkotik girdabına yuvarlana bilər. Bu moment bayaqki dərman mövzusunda olduğu kimi bunun da satıcıları var axı. Bu an o satıcı yanında hazır olur ki, ala bunu at, daha yaxşı olacaqsın. Və başlayır narkotik dünyasına səyahət. Narkotik asıllığı və gənclər, yeniyetmələr ki, ailələrdə sevgi və doğmalıq yoxdur və əksinə qudurulmuş gənclərdə məsuliyyətsizdir o yeniyetmələr. Onlar təbii narkotik girdabına yuvarlana bilər. Valideynlər diqqətli olmalı. Yeniyetmənin valideyni diqqətli olmalı mövzularda. Zəmini biz yaradırıq. Narkotik asıllığın zəminini valideynlər yaradır. Doktor, yeniyetmələrdən danışmışkən narkotik kimi bəlaya çevrilən əsas günümüzün aktual məsələlərindən biri də sosial şəbəkələrdir. Sosial şəbəkələrin yeniyetmələrin psixologiyasına hansı təsirləri var? Aha. Müəyyən. Bəla deyil qızım, xoşbəxtlikdir sosial şəbəkə. Bizi sosial şəbəkədə izləyib maariflənəcəklər. Bizi izləyirlər, amma bizdən çox qeyri-etik, yəni yayımlar olur. Bəla oranı deyirəm. Ruh həzz axtarır qızım. Ruh həzzi Allahda tapmayanda və ona göstərməyəndə o yolu gedir başqa şeydə tapır. Onlardan bir də sosial şəbəkə ünsiyyətidir. Sosial şəbəkədəki məlumatlardır. Məsələn, cinsi azlıqlar var bizdə, TikTokda məşhurdular. Onlara baxsın canlısını 11 min adam izləyir. Təsadüfən qabağına çıxanda da. 11 min izləyənin tutaq ki, 3 mini maraqdan izləyirsə, qalanının marağı nədir? Yəni sən niyə onu izləyirsən? Deməli, səndə də gizlin homoseksuallıq və başqa şeylər var. Özünə sual ver bu barədə. Məsələn, heyterlər var. Heyterlər başlayırlar yazmağa. Namus belə getdi, qeyrət belə. Amma öz baxır o canlılara, saatlarına oturur. Yaxşı, sən axı bunu qidalandırırsan. Deməli, sənin də içində bu meyillər var. Yalandan heyt eləməklə, nifrət yazmaqla deyil. Yəni, sosial şəbəkələr insana bax, bu cür təsiri özünə ala bilər. Amma yeniyetməni TikTok deyirlər, TikTok yeniyetməni pozdu. Ay nə bilim, Instagram yeniyetməni pozdu, yalandır. Necə ki, biz uşaq olanda gördüyümüz, götürdüyümüz, sonradan psixologiya elmində oxuduğumuz məqamlar var ki, insan evdən alır o tərbiyəni və tərbiyəsizliyi, TikTokdan deyil. TikTokda gedir sadəcə öz yuvasına düşür. Anladın sən demək istəyirəm? 3 dənə uşaq götürək, biri TikTokda elmi şeylərə baxacaq, tarixi şeylərə baxacaqsa, o biri gedib cinsi azlıqlara baxacaq, biri də gedib söyüş-söyən bir insanın TikTok səhifəsinə girəcək və narkotik satanın birinin səhifəsinə. O evdən alıb o nəfəsi, o problemi. Ay demək, ziyalı adam idi, uşağı narkoman oldu. Ziyalı adam idi TikTokda falan şey, söyüş-söyənlərə bax. Sən yalancı, üzdə ziyalısan. Və sənin yedirtdiyin uşağın beyni gedir o TikTokda özünü tapır. TikTokda da, Instagramda da filan şəbəkəni bağlayaq, TikToku bağlayaq. TikToku bağlamayın, özünüzü düzəldin. Bir Çinlilərin TikTokuna baxın, Amerikanların TikTokuna baxın. TikToku bağlamayın, özünüzü düzəldin. Övladlarınızı düzgün sevgi və doğmalıq verin, düzgün nümunə göstərin. Əli bəy, şəxsiyyət pozuntusu nədir və gündəlik həyatda bu insanları necə tanıya bilərik? Maraqlı mövzular seçmiş qızım. Şəxsiyyət pozuntuları niyə soruşdunuz bilmirəm, amma cəmiyyətimiz üçün aktual mövzulardan biridir. Sizin bununla bağlı tez-tez fikirlərinizə rast gəlmişəm mən. Aydındır və qonaq olduğum verilişlərdə, sosial verilişlərdə birində qonaq oluram, orada deyirəm, bəli. Deyirəm ki, bu şəxsiyyət pozuntusu var bu insanın, bunu niyə çıxartmırsınız bura? Təkcə o veriliş yox, bütün verilişlərə sual verirəm. Sizin marağınız nədir ki, şəxsiyyətində pozuntu olan, pozğunluq yox ha, səhv başa düşməyin. Pozğunluq ayrı şey. Şəxsiyyətdə pozuntu, yəni bu bir pozğunluq yox ha, pozuntu. Şəxsiyyətdə pozuntu nevroz da deyil, dəlilik də deyil. Elə bir nevrozun ağır forması nevrotik psixi pozuntundan daha ağır bir formadır. Şizofreniya kimi ağır psixi pozuntulardan daha yüngüldür. Nədir bu? Bu sənin şəxsiyyətinin nevrotik formatda bir tipidir. Yəni, məsələn, təşviş tipli şəxsiyyət pozuntusu var. İnsan mükəmməliyyətçidir, daim təşviş içindədir. Hər şey ideal yerində olmasa narahatlıq aradan qalxmır. Həmişə gərgindir. Övladım hara getdi, hardan gəldi, falan şey, qapını bağladım mı bir şəkildə fikirlər ömrü boyu onu izləyir və bu fikirlər 7 ildən çox çəkirsə, bunun şəxsiyyətində pozuntu var. Məsələn, bir tip şəxsiyyət pozuntusu var, obsessiv-kompulsiv, anankaz tipli şəxsiyyət pozuntusu. İnsan ömrü boyu əllərini yaxalayır, təmizləyib, sakitləşə bilmir. Əsəbi tiklər olur və s. Məsələn, belə tipli şəxsiyyət pozuntuları var və bir də bəs hamımızın tanıdığımız narsistik tipli şəxsiyyət pozuntuları var. Pozuntusu.
Maraqlı şəxsiyyət pozuntusu var ki, insan öz halından xəbərdardır və müalicə eləmək istəyir. Məsələn, təşviş tipli pozuntu kimi. İnsan narahatdır da ömrü boyu. Amma eləsi də var, məsələn, narsistik tipli şəxsiyyət pozuntusu, şizoid tipli şəxsiyyət pozuntusu, şizotipik şəxsiyyət pozuntusu. Bunlar özünü müalicə etmək istəmir. Bunlar narahat deyil. Ona görə də şəxsiyyət pozuntuları qeyri-adi şəxsiyyət tipləridir, xəstə şəxsiyyət tipləridir. Və belə tiplərdə sosial şəbəkələr insanların emosiyalarla oynamaq üçün istifadə edir. Belə şəxsiyyət pozuntulu pasientlər mən diqqət eləmişəm buna. Bəlkə aparıcılar özləri bunu anlamır, bilmir. Ola bilsin mütəxəssis deyirlər, amma bir mütəxəssis gözlə baxıram ki, bu insanda şəxsiyyət pozuntusu var axı. Bunun danışıq tərzi, efirə çıxıb öz problemlərini demək tərzi, hamını günahlandırmaq tərzi, hamının üstə aqressiv qışqırma tərzi, müxtəlif rollara ağlamaq, gülmək rollarına girmək qaydası, bu şizotipiyadır. Bu şəxsiyyət pozuntusudur. Bu əslində müalicə almalıdır. Nəinki çıxıb cəmaatın qarşısında verilişlərə baxmağa insanlara cəlb eləməlidir. Və yaxud da ki, məsələn, narsistik şəxsiyyət pozuntuları var. Hansı ki, çıxırlar efirlərə bəzən. Və yaxud da ki, müxtəlif başqa tiplər var da. Bunların bir-bir hamısını sıralamaq çox geniş olacaq. Ondan çox şəxsiyyət pozuntu tipi var müasir. Ən dəhşətlisi hansıdır bəs doktor? Başqalarına əzab verəni, yəni narsistik tipli şəxsiyyət pozuntusu, bir də sosiopat deyirlər Sovet dövründə, antisosial tip şəxsiyyət pozuntusu, kriminala meyilli. Məsələn, seriyalı qatillər. Onlara manyak deyil, o manyak deyil. Manyakal pozuntu mövzusu başqa mövzudur. Bu, antisosial şəxsiyyət pozuntusudur. Bir də narsistik tip şəxsiyyət pozuntusu. Bunlar yaxınlarına və cəmiyyətə əzab verirlər. Doktor, siz özünüz də bir çox sosial şəbəkələrdə qonaq olursunuz. Yəqin ki, izləyirsiniz də, artıq sosial şəbəkə həyatımızın ayrılmaz bir parçasıdır. Bu insanların psixologiyasına necə təsir eləyir? İnsanların psixologiyasına hər bir şey maarifləndirici təsir etməlidirsə, yaxşıdır. Məsələn, bizim söhbətimizdə mən çalışıram fikirlərin, beyinlərini açım. Amma bizim sosial verilişlərin məqsədi hisslərlə oynayıb pul qazanmaqdırsa, bu təbii ki, heç bir pozitiv nəticə aparıb çıxartmır. Məsələn, bir ailə dağılır və bu sosial verilişdə müzakirə olunursa, o ailənin dağılmanın səbəbini insanlara maarifləndirici formatda çatdırmırıqsa, o sosial veriliş sadəcə emosiyalarla oynayır və bu şəkildə pul qazanır. Hisslərlə oynayır, bəzi türk serialları kimi. Heç bir tərbiyə əhəmiyyət verilmir. Türk serialları var ya, ailənin içində hamı bir-birinə yatağa girir. Sərhəd heç kim tanımır. Bu nə təbliğatdır, bu nə şey verə bilər ki, heç bir şey verməz. Nə maarifləndirici deyil, nə də ki, yəni düzləndirici bir şey, doğru yola göstərən bir şey deyil. Və eləcə də bizim sosial verilişlərin bir çoxu. Əli bəy, yox olmaq qorxusu insanların psixologiyasında niyə bu qədər güclüdür? Yox olmaq qorxusu gözəldir, qızım. Ölüm qorxusudur, biabır olmaq qorxusudur, bunların növləridir. Dəli olmaq qorxusudur, hamısı bu növləridir. Yox olmaq qorxusu növləridir. Bilsiniz, bu da yenə ruhi bilik mövzusudur əslində. Yəni, mən əgər özümü maddi bədən, ancaq bu bədən olaraq bilirəmsə, mən elə bilirəmsə ki, bu dünya yeganə gerçək həyatımdır, həqqi ruhi həyatımdan, əbədi həyatımdan xəbərim yoxdursa, təbii mən nədən qorxacam, nə vaxtsa olmamaqdan qorxacam. Bəzi dərrakəli ateistlər var. Onlar, məsələn, ölümü qəbul edib sakit yaşaya bilirlər. Amma onlar çox zəki insanlar olur və bu zəkalarını sadəcə Allah bölməsi yoxdur. O da bir addım qalır əslində. Onlar inanc üzərində yaşayırlar və yaxud agnostiklər var. Deyir, mən bilmirəm ki, Allah var ya yoxdur, amma ölümü də qəbul edirəm, yox olmaq kimi. Onlarda yox olmaq qorxusu yoxdur, amma çox ruhlardakı, ruh ki, mahiyyətlə əbədidir. Əbədi olan mənliyimiz özünü bədən hesab edəndə və biləndə ki, bədən öləcək, başlayır qorxmağa. Mən nə vaxtsa olmayacam. Nə vaxtsa yaxınlarım, doğmalarım olmayacaq. Nə vaxtsa bu sevgi olmayacaq, başlayır təşvişə düşməyə. Bax, bu da yox olmaq qorxusu və bu ona görə aktualdır ki, bütün nevrotik xəstəliklərin, dünyada narkotik və dərman biznesinin də, müharibələrin də əsasında yox olmaq qorxusu var. Hətta Freud bunu deyirdi, beynimizi iki dənə qüvvə idarə edir. Biri həzz almaq istəyir, libido, cinsi cazibədir, dünyanı idarə edir iki qüvvə. Biri də ki, ölmək və öldürmək qorxusudur. Ölmək qorxusu və öldürmək istəyi. Libido, mortido. Niyə öldürürəm? Çünki o ölsə mən yaşayacağam, mənə elə gəlir. Müharibələr deməli yox olmaq qorxusuna yaranır onda. Narkotik ticarəti yox olmaq qorxusuna yaranır onda. Hər bir halda orqan alveri, insan alveri, hamısı yox olmaq qorxusu bazasında təşəkkül tapır. Silah alveri, millətlərə bölmək və insanları bir-birinə qırdırmaq, dünyanın böyük bir maşını fırlanır, mexanizm fırlanır. Yox olmaq qorxusu üzərində. Amma bütün bu dediyim yox olmaq qorxusunu bir də təkrar vurğulayacağım, ruhi bilik həll edir. Özünü bədən yox, əbədi, bölünməz, hissi, həzzi və dərrakəsi olan, ali şəxsiyyətin parçası olan bir varlıq kimi dəqiq biləndə və əbədi həyatı biləndə, təbii yox olmaqdan və bədəndən çıxmaqdan, ölməkdən demək olar ki, qorxmayacaqsın. Məyusluğun səbəbi ruhi biliklərin az olması ilə bağlıdır, doktor. Eyni şeydir məyusluğa aid. Məyusluq nədir?
Mən bir şey şiddətlə arzulayıram, əldə edə bilmədim, quyuya düşürəm. Vəssalam, mən quyuya düşdüm. Məyus olacağam da, yasa düşəcəm. Və yaxud yaxın adamla mən çox bağlı idim, Allahımın yerinə qoymuşdum onu, o yoxa çıxdı, öldü. Mən düşürəm məyusluq quyusuna. Məyusluq frustrasiyadır elmi dildə. Bu da depressiyanın səbəbidir. Təbii ki, yenə dediyim kimi, əgər mən bilirəmsə ki, yox olmaq yoxdur, mən bilirəmsə ki, bu dünya oyundur, nə itirdiklərimdən məyus olmayacağım, nə də əldə edə bilmədiklərimdən məyus olmayacağım. Rahat yaşayacağım. Əldə edə bildiyimi əldə edəcəm, əldə edə bilmədiyimi də boş buraxacağam. Amma bugün Amerikanlıların dünya yaydığı bir psixoloji durum var. Arzula əldə edəcəksən. Arzula kainat sənə verəcək. Milyonlarla insan işini gündüz olub, meditasiya edib, pul arzulayır, pul qazanmaq əvəzinə. Qədərini, karmasını yaşamaq əvəzinə yalandan özünü milyoner kimi təsəvvür edir ki, bu nə vaxtsa reallaşacaq və s. Belə xəstəliklər yaradılar. İnsanların beyninə əlavə yük eləyib, başlarını qatdılar ki, həqiqəti tanımasınlar. İmpersonalist fəlsəfədir bu, başqa bir mövzudur. Əli bəy, indi gənclər daha çox evliliyə deyil, nikahdan kənar yaşamağa üstünlük verir. Bunun səbəbi nədir? Səbəb odur ki, bizim bayaq dediyimiz ailə konseptimiz var ki, yanlış konseptdir, tam ideal konsept deyil. Ailə konsepti yox, sevgi konsepti olsaydı, o gənclər bir-birinə məsuliyyətlə yanaşardılar və müqavilə bağlayardılar ki, ailə müqavilədir. İki sevən insan birgə yaşamaq üçün dövlətdə qeydiyyat edirlər və nikah müqaviləsinə girirlər. Onda o dediyiniz ailəyə gəlib çıxar. Və məsuliyyət anlayışı var. Gənclər məsuliyyət daşımaq istəmir. Deyir ki, niyə daşıyım ki? Cinsi əlaqə istəyirəm, oğlanlar bir fikirləşir. Geri gəlmişən sevgi mövzusu buradan gələk deyək onda ayrıca. Qızlar da deyir ki, mən emosiya istəyirəm, mənə başqa şey lazım deyil. Niyə bu dəqiqə ana olum ki, niyə karyeram məhv eləyim və s. və ilə. Ona görə mən o gənclərin məntiqini anlayıram. Sadəcə gənclərə təklifim odur ki, öz insanınızı tapdınızsa, gedin müqavilə bağlayın, nikah müqaviləsi ki, bir-birinizin hüquqlarınızı qoruyasınız. Övlad istəyirsinizsə, gedin müqavilə bağlayın ki, övladlarınızın hüquqlarını qoruyasınız. Müqavilə nədir? Zaks dediyimiz o nikahdır. Dini nikah yox, məhz zaks dediyimiz dövlətin nikah qeydiyyatı. Əli bəy bizə sevgini necə izah eləyər? Sevgi demişkən, eləmi? Baxın, sevgi dediyimiz şey kişi və qadın mövzusunda aktiv və passiv başlanğıcda fərqli mövqelərdədir. Və də sevgini 3 mərhələdə ünsiyyətə ayıra bilərik. Birinci mərhələ dərrakə mərhələsidir. İnsanı 3 səviyyə bölək əvvəlcə. Dərrakə səviyyəmiz var, başımızdır şərt olaraq. Sinə və gövdə, o ürək səviyyəmiz, emosional səviyyəmiz var, emosiyalarımız var, bu da psikamızda da belədir. Və cinsəl səviyyə var, cinsi əlaqə, həzzi və istəyi var. O 3 dənə səviyyədə insanlara uyğundursa, bu sevgidir. Bu uyğunluq da necə olur? Kişilərdə daha çox dərrakə və seksual həvəs, qadınlara daha çox emosiya üzrə olur sevgidə. Bunda bir-birini tamamlayır. Məsələn, bu göstərirəm, bu ürəkdirmi? Bax, bu bayırdakı kişi tərəfidir, aktiv tərəf, əhatə edən tərəfdir. Bu neyini? Bu 80% dərrakə ilə qadına bağlanır, 20% cinsi həvəslə. Ortadakı qadındır, ürək formasının içini doldurur. O da emosiyalardır, hisslərdir. Qadın kişinin həyatını hisslərlə doldurur, sevmək, emosional darıxmaq, həsrət çəkmək, xoşbəxtlik hissi, birləşmək hissi, doğmalıq hissi, şirəsi doğmalıq da. Bunun hamısını qadın verir, ana verir, qadın verir, mərkəzdə qadın durur. Kişi də neyini bunu? Kişi də bunu dərrakə və seksual həvəslə əhatə edir. Yəni, kişi gərək qadının emosiyalarına yönəlsin, qadın da kişinin cinsi həvəsinə və dərrakəsinə yönəlsin. Yəni, qadın cinsi həvəsi və dərrakəsini artırır, kişi isə emosiyalarını, hissini artırır, bu olur ideal sevgi. Cütlükdə bunlar uyğun gəlirsə, bu ideal sevgi olur. Əli bəy, əsas məsələlərdən biri də pul məsələsidir. İndi pul insanların tapınacağı, şikayət ediləcəyi əsas məsələlərdən birinə çevrilibdir. Yəni, bəzi insanlar düşünürlər ki, kimi istəsən, nə istəsən, pulla əldə edə bilərsən. İnsanlar niyə bu qədər dəyişib? Dəyişməyib heç nə. Sadəcə biz sosializm sistemi, dırnaq arası uydurma, sosializmdən həqiqi dünyaya, kapitalizmə girmişik. Ki, hər şey pulla, demək olar ki, hər şey pulla alınıb satılır. Hətta bəzilər üçün vətən anlayışı bir qrup insanın maddi marağı içində formalaşır. Digərlərinə bunu vətən kimi təqdim edirlər. Dünya ölkələrində belə şeylər var. Yəni ki, bir qrup insan, tutaq ki, həmin o ərazinin məhsullarını yeyəcək, içəcək, amma insanlara da vətən anlayışı öyrədəcək. Ki, onlar da vətən o anlayışının içində yaşasınlar. Yəni, insanlar bilməlidir ki, maddi dünyada bir çox şey, demək olar ki, hər şey pula alınıb satılır və belə də olmalıdır axı. Heç nə əziyyətsiz əldə olunmur, əziyyətin də əvəzi pulla ölçülür bugünkü dünyada. Bundan qaçmaq olmaz. Yəni, pulu əsas mı tutacaqsan? Xeyr, pulla bilsiz nəyə almaq olmur? Pulla, bayaq dediyim şeyləri, cinsi həvəsi, dərrakəni və emosiyanı almaq olmur. Pulla insanlığı satın almaq olmur. Pul
dırnaqarası yalançı xoşbəxtlik verir, həqiqi xoşbəxtlik vermiş. Pulla şirəsini sıxsaq, sevgini almaq olmur. Və biraz da sıxsaq şirəsinin doğmalıq hissi var, qızım, doğmalıq. Onu pulla almaq olmur. Onu nə pulla, nə qorxu ilə əldə etmək olmur doğmalığı, sevgini. Amma indi münasibətə girən insanlar bilirsiniz, əksəriyyəti hər kəsə şamil eləmirəm bu fikrimi. Necə seçirlər bir-birlərini? Yaxşı pulu varsa, yaxşı maşını varsa, hətta qadınlar baxır ki, bu kişi mənə pul xərcləyəcəkmi? Evdə nə görürlər, onu götürürlər qızım. Sevgi bir şeydir ki, ruhun keyfiyyətidir. O sevgi də ailədə başlayır, məşq etdirilir bizə çıxarılmağa. Ata və ana övladına, baba, nənə, ata-ana sevgi və doğmalıq hissi verirsə, o insan nə axtaracaq sonra? Pulla nəsə vuracaq, yoxsa nə axtaracaq? Sevgi axtaracaq. Doğmalıq, sevgi, o şirin doğmalıq var, o həsrətli olduğumuz, onu axtaracaq. O pulla onu satıb ala bilməyəcəklər elə bir insanın sevgisini. Ona görə verilən tərbiyə, əgər ruhda sevgi oyanılıbsa, oyadılıbsa, o elə ailə qurmayacaq. Oyadılmayıbsa, o sevgisini axtaracaq, hətta uğursuz evliliklər də etsə, nəhayət ki, tapacaq. Əli bəy, çox sağ olun. Təşəkkür edirəm ki, dəyərli vaxtınızı ayırıb bizimlə həmsöhbət oldunuz. Sizə də minnətdaram bu çəkilişə görə və təşəbbüsə görə. Belə hörmətli tamaşaçılar, bugünlük bu qədər. Sonda isə hər birinizdən xahişim, kanalımıza abunə olmağı, bizi izləməyi unutmayın. Sağ olun, görüşərik.